Bəli, Cövməli. Elə o niyə məhz cəsəd gətirib atılıb tulantılar olan yerə? Çünki böyük bir ehtimalla qətlin hansısa bir faktorunu gizlətmək üçün hadisə yerində törədilib, harda törədilib, orada hadisənin hansı zəmində, hansı formada, hansı şəraitdə yetirildiyini gizlətmək üçün ərazidən uzaqlaşdırılıb və tulantı yerinə atılıb. Niyə sırf tulantı yerinə atılıb? Nəzərə almaq lazımdır ki, bu içki məclisində olub. Orada söz-söhbət düşüb böyük ehtimalla və kimyəvi maddələrin təsiri altında olublar. Orada bilirsiniz, hətta ən pis insan belə qətli törədəndə müəyyən bir emosional stabillikdən çıxır və belə bir qərara gəlib, indi niyə zibilliyə atıb, niyə məsəl üçün çaya atmayıb, gölə atmayıb, onu özündən soruşmaq lazımdır. Amma əsas səbəb burada qətlin hansısa bir faktorunu gizlətmək. İzahatını götürmüşəm, amma bir məsələ var. Mən elə sizə sual vermək istəyirəm. Siz illərdir bu narkomaniya ilə mübarizə aparan, həm də bunun hüquqi tərəflərini bilən adamsınız. Qızlar daha çox narkomaniyada cinayət törətməyə meyillidir, yoxsa kişilər? Əslində Sizdə yeri gəlmişə qızların da mərkəzi var da. Bəli, bizdə bir korpus sırf xanımlar üçündür və orada istər narkomaniya, istər alkoqolizm, istər də qumardan əziyyət çəkən xanımlar müalicə olunur. Qumardan da xanımlar. Bəli. Son dövrlər mən sizə belə deyim, evdar xanımlar arasında iqramaniya geniş yayılıb. Biri pulsuz oynayır, deyirəm keçəcəksən pulluya, tələsmə. Olur, elə şeylər, elə özünə psixoloq lazım olar. Özü deyim meyvədir də, neyinirəm, mən meyvələri çöndərirəm, dəyişirəm. Deyirəm elə meyvə ilə başlayır. Və o psixoloji bir fənddir, o həmin o saytlar tərəfindən. Bəli, xanımlarda misal üçün əzəldən belə bir fikir var, qadın alkoqolizmi müalicə olunmur. Olunmur. Belə bir fikir formalaşmışdı Sovet dövründən. Çünki bilirsiniz, xanımlarda bu daha çətin müalicə olunur. Yəni, müalicə olunur sözsüz ki, amma daha çətin müalicə olunur. Çünki qadın və orqanizmin biokimyasından tutmuş, psixologiyasına kimi bu çox fərqlidir, kişilərdən fərqlənir. O ki, qaldı cinayət məsələsinə, yəni burada cinsi fərqliyə görə demək ki, qadınlar az törədir, kişilər çox törədir. Bu daha çox mentalitetə bağlı olan bir hadisədir. Qadınlar yəni bunu daha çox qapalı şəraitdə, evdə... Yaxşı, kişiləri daha tez, rahat sağalda bilirsiniz, yoxsa xanımları? Yenə də deyirəm, burada biraz fərdi yanaşma lazımdır, istəkdən asılıdır. Yəni burada, amma ümumi dünya praktikasını götürəndə kişilərin sağalma prosesi daha asan keçir. Yəni dünya praktikasını götürsün.